Namik inşallah yaxın günlərdə konsertində Heydər Əliyev Sarayında inşallah hər məsəl üçün müğənninin də bu dəqiqə bilirsən hünəri deyil ki Heydər Əliyev Sarayında möhtəşəm konsert verər. Çünki konsert sarayda konsert vermək üçün küllü miqdarda birinci pul tələb olunur. Yerə ehtiyatında da pulun olsun ki bəzi işləri özün görəsən. Yəni konsert salonları sadə bir salonlardır. Oranı bu günləri doldurmaq işıq sistemi ilə nə bilim filan, beşməkan, arenda, o, bu və bir də möhtəşəm proqram. İnşallah sağlıq olsun ki, dekabrın 11-də əziz tamaşaçılar, Namik sevərlər, yəqin ki, bilənlər bilir, artıq biletlərini də alıblar, yerlərini də hazır tutublar ki, inşallah gəlib Namikin mahnılarını dinləyəcəklər və dekabrın ayının 11-də Namik sevərlər, hər kəs Heydər Əliyev Sarayında möhtəşəm bir konserti izləyə bilərlər. Konsert haqqında buyurun Namik, özün biraz bu haqda danış ki, tamaşaçılarına xəbər olsun. Dolğun məlumat verdiniz. İnşallah bizim birinci konsertim mənim olmuşdu Şəhəriyar adına Mədəniyyət klubunda. Lap əvvəl bir mahnımız var idi, Sərsərə Aşiq. O Sərsərə Aşiq insanlar tərəfindən çox tez belə sevildi. Ondan sonra biz qərara gəldim ki, bir balaca konsert verim. Təbii ki, indi o sarayda verə bilməzdim konserti. Şəhriyar Mədəniyyət Mərkəzi əslində çox gözəl mərkəzdir. Mən orada saysız hesabsız konsertlər vermişəm. Özdə oranı tamaşaçılar rahatdır oraya gəlmək üçün. Sahil metrosunun ətrafıdır, şəhərin mərkəzidir deyə hamı oraya rahat gələ bilir. Yəni ora maşallah, yəni gözəl seçim olub. Allah rəhmət eləsin bizim Cabir müəllimə. Cabir müəllimə. Cabir müəllim çox böyük dəstəyi oldu. Allah rəhmət eləsin. Hələ hər dəfə konsert danışanda inanın xatırlayıram da. O yada düşür. Allah rəhmət eləsin. Bir orada bir şərait oldu. Yəni biz birinci konsertimi verdim orada. Çox möhtəşəm də alındı. Yəni maşallah anşlaq idi belə deyək. Maşallah. Xeyirli olsun. Repertuar seçiminə. Aslında düşündün ki, artıq sarayı keçmək lazımdır. Yox, onu düşünməmişdim hələ. Çünki mahnılar ifa eləyirdim. Yəni o mahnıların gedişatı ilə gördüm ki, insanlar yəni belə deyim də istəyir. Bayaq dedim, Allah o sevgini bəxş eləyir də insanlara. Siz təsəvvür eləyin ki, mən saray haqqında ümumiyyətlə fikirləşmirdim konsert verməyi. Yəni fikirləşirdim necə hansısa bir müddətdə də. Amma mahnılar ard-ardı ki, mahnıları ifa elədim. Onlar başladı sosial şəbəkələrdə yəni öz yerlərini tutmağa. Təşəkkür elə, maşallah gününüz olsun. Efirə, yəni mən efirlərə çıxmırdım da. Mən bilirsiniz yoxsa heç efirlərə də çıxmırdım siz yəni. Ara sıra dəvət olurdu belə. Çox adam deyir ki, yəqin təzə çıxıb oxuyandı. Əslində çoxdan oxuyanırsan. Əlbəttə ki, mən 5 yaşında sarayda elə birinci o vaxt Bakı Payız Festivalında çıxmışam 88-ci ildə. Maşallah. Mənim 5 yaşım var idi. O vaxt orada çıxış eləmişəm mən. O elə fikirləşdim ki, bu mahnılar belə oldu. Sonra belə qərara gəldi ki, bizim necə deyim, Respublikamızın ən böyük möhtəşəm saraylarından biri olan Heydər Əliyev adına sarayda konsert verək və qərarlaşdırdıq. Avqustun 21-də biletlər çıxdı satışa. Avqustun 21-i çıxdı. Sentyabrın demək olar ki, ortası idi, biletlərin yarısı satılmışdı. Maşallah, maşallah. Demək olar indi də artıq bilet qalmayıb. Çünki nə qalıb? Sayılı günlər qalıb. Mən əminəm ki, inşallah möhtəşəm konsert olacaq. İnşallah, möhtəşəm konsert olacaq. O mahnını sevən, qulaq dinləyənlər də hansı ki... Ansambldakı böyük bir ekiplə. Ekiplə olacaq orada. 30-a yaxın mahnı olar. Yox, 20-yə yaxın, 20-21. O özündən aslan bir görsən dalı gəlir. Olanda eksprompt olur mahnılar, amma indi vaxt müddəti var orada. Vaxt 2 saat vaxt verirlər də. Amma təbii ki, belə sonra bir yarım saat əlavə girir ora. Olur. Çünki konsert sonra bilirsiniz, özünüz də bilirsiniz, maşallah siz indi neçə illərdir. Söhbət biraz görsən nəsə olur belə gəlib çıxır. Amma hamısı xərcdir də bunlar. Xərcdir. Konsert eləməyə böyük xərcdir. Bəli, çox xərcdir. Kənardan baxan o bir də atılan müsabiqədə qıraqdan xoş gəlir zurnanın səsi. Zurna çalan nə çalır onu heç kəs bilmir, amma bu çox ağır bir məsələdir, çox möhtəşəm bir işdir və çox küllü miqdarda da pul tələb edir. Ola bilər o bizim küllü miqdarda dediyimiz pul kimin üçsə elə belə cib xərcidir. Yəni elə insanlar var, onlar üçün adicə məsələn bir günlük xərcdir. Amma vallahi biz sənət adamlarıyıq, bizim üçün konsert eləyəndə o işi görmək bizim üçün küllü miqdarda görsənir. Və deyirsən ki, 100 mindən puldur, kiminsə adi bir görsənə bilər, amma təmiz 100 min konsertə xərclənir. Bu pul gedir konsertə.